Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqda qanuna uyğun olaraq məktəblilərin ekoloji biliklərinin artırılması məqsədi ilə Təhsil Nazirliyi bütün ölkə ərazisində ekoerudit yarışması keçirir. Olimpiyadanın zona turu isə bu gün Gəncədə təşkil olunub. Ekoerudit yarışmasının zona turu Gəncədəki 22 nömrəli məktəbdə keçirilib. Brain Ring adlanan bu olimpiyadaya 18 rayondan komandalar qatılıb. Onların ekoloji biliklərini 5 fərqli bölgədən olan münsiflər heyəti qiymətləndirilib. Təhsil Naziri və Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilən olimpiyadanın iştirakçıları münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib. Sualları Bakı şəhərindən Respublika Ekoloji Təcrübəçilik İnstitutundan gətirilibdir. 2 nümayəndəsi də iştirak edir bu müsabiqədə və münsiflərin üzvüdürlər. Burada 18 rayon iştirak edərək 6 tur keçiriləcəkdir. Püşk atma yolundan yenə də rayonlar seçilir. 3 komanda yarışırlar. Ekoerudit Brain Ring yarışının əsas məqsədi məktəblərin ekoloji biliklərinin artırılması, ekoloji dünya görüşünün, ətraf mühitə münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Bildirək ki, olimpiyadanın birinci mərhələsi komandaların öz rayonlarında təşkil olunub və qalib komanda Gəncədəki zona yarışmasında vəsqə qazanıb. İkinci mərhələnin qalibləri gələn ay keçiriləcək Respublika müsabiqəsinə qatılacaq. Respublika səviyyəsində bütün rayonlarda keçirilib. Məsələn, Lənkəranda keçirilib, İsmaildə keçirilib, Qubada keçirilib. Sabahları Bakı mərhələsi, Bakı zona mərhələsi keçiriləcək. Gələn ayın 22-si ərəfələrində inşallah bizim Respublika səviyyəsində Sokorun, Bakı şəhərinin Qala kəndində, Sokorun öz binasında keçiriləcək. Yarışda iştirak edən 5-11-ci sinif şagirdləri bu kimi olimpiyadaların keçirilməsinin cəmiyyətdə ekoloji biliklərinin genişlənməsinə təkan verəcəyini düşünürlər. Bu yarışmaların keçirilməsinin məqsədini hamımız bilirik ki, ekologiyanın təmiz saxlanması, hər yerdə təmizliyə riayət olunmasıdır. Biz də öz rayonumuzda 10 məktəb arasından qalib gəldiyimiz üçün buradayıq. Burada da yenə həminki kimi olimpiyadada qalib gəlmək və Bakıdakı böyük Respublika olimpiyadasında qalib gəlmək istəyirik. Burada iştirak edən iştirakçılar, şagirdlər, yarışmaçılar əslində burada iştirak etməklə çox geniş bir biliyə malik olurlar, geniş biliklərə sahib olurlar. Yəni biz də burada iştirak eləməklə öz biliyimizi genişləndiririk. Hər bir yarışmaya, hər bir yarışmaçıya, hər bir rayona uğurlar arzu eləyirəm. Lakin 18 komandadan yalnız biri Ekoerudit Ümumi Respublika yarışmasının 3-cü turuna vəsiqə qazana bilib. Zona müsabiqəsində ilk 3 yeri tutan komandalar isə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplomları və hədiyyələri ilə mükafatlandırılıb. Gəncədə keçirilən müsabiqənin qalibi Gəncə komandası olub. Komanda üzvləri Meşələri Qoruyaq adı altında keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Tural Azəroğlu, Səbo Elxanoğlu, Kəpəz TV.